Həmçinin bu günlərdə ən çox edilən ibadətlərdən biri dua, qardaşım. Çoxlu dua eləmək, fürsətdir. Ən əzəmətli ibadətdir. Allaha ən sevimli ibadətdir. Ən hörmətli ibadətdir dua etmək. Vallahi bütün xeyirləri cəm edib mənim qardaşım, biləsən dua. Mutarrif ibn Şəxxir, Allah ona rəhmət eləsin, sələfin böyük imamlarından olub. Deyir ki, mən xeyirləri özündə cəm edən bir şey haqqında düşündüm. Görüm o nədir ki? Yəni, xeyirlərin hamısı özündə cəm edib. Baxdım, gördüm xeyirlər çoxdur. Namaz xeyirdir, oruc, sədəqə xeyirdir. Və gördüm ki, bunlar hamısı Allahın əlindədir və bunu sən Allahdan yalnız istəyərək ala bilərsən və o da verəcək. Və o zaman bildim ki, bütün xeyirlərin cəmi, əsası nədir? Duadır. Sən Allahın əlində olanı başqa cür Allahdan ala bilərsən, qardaşım. Bax, nə qədər xeyirlər var. Dünya və axirət xeyirlər. Hamısı kimdədir? Allahdan. Sən bunu Allahdan necə ala bilərsən, qardaşım? Allaha aciz qoyan kimsə var? Heç cür Allahdan ala bilməzsən. Allahı məğlub edə bilərik? Yox, qardaş. Necə ala bilərsən? Yalvararaq, istəyərək. Nə qədər ehtiyaclarımız var? Dünya və axirət ehtiyacları. Qardaşım, kimin əlindədir? Allah. Və vallahi biz bunu Allahdan yalnız istəyərək ala bilərik, başqa cür bacarmarıq. Və o zaman bildim ki, bütün xeyirlərin əsası cəmiyyətin hamısı deyir, duadadır. Nə əzəmətli ibadətdir. Və Allah-u Teala qəzəblənər bəndə sonra dua eləməyəndə. Çünki bu kibirin, təkəbbürlüğün əlamətidir. Yəni, sən bu qədər özündən razısan, bütün xeyirləri özündən görürsən ki, sən Allaha möhtac deyilsən. Yəni, hamısı sən əldə eləmirsən, sən qazanmışsan. O səbəbləri hamısı sənə verən Allahdır, zəkadır, bacarıqdır, qüdrətdir, fərasətdir. Bunu kim verib, qardaşım? Allah verib də, qardaş. Allah səni müvəffəq edir də bu xeyirləri əldə etmək üçün. İnsan gəlir özündən heç nə görməz. Vallahi nə qədər fərasətli, nə qədər ağıllı, zəkalı insanlar var ki, bugün sənin, mənim əldə etmədiyimiz xeyirlər hamısından məhrum. Dünya və axirət xeyir. Hətta dünyasından belə. O çöldə bəzən görərsən zibilliklərdən yığanlar var. İndi müəyyən onların həyat tərzi elədir də, məsələn, qurşarı, məsələn, içkiyə və s. belə deyək də, bizə nədir azımdır onlar? Alkaş deyil, alkoholik deyirlər, nədir belə? İçki düşkünlükdə qardaş. Diplomlu adamlar var, heç nə qardaş. Sadəcə olaraq niyə o günə düşüblər? İçki alətçisi olub qardaş. Və ya narkomanların arasında qardaş. O qədər ali savadlı insanlar var qardaş. Səndən məndən də savadlıdır. O narkotika qurşanmasa, səndən məndən də fərasətlidir, bacarıqlıdır. Amma bədbəxt gündədir qardaş, nə qədər xeyirlərdə məhrum olur. Deməli, insanda olanla deyil. Əgər sən öz fərasətivə, gücüvə, qüdrətivə qardaşım, elmivə güvənmirsən də. Bunlar səbəb də Allah verir. Sən bu səbəblərdən tutub Allaha pənah aparırsan. Allahdan yardım, müvəffəqiyyət istəyirsən, Allah yönəldir. İnsan özündən görəndə, qardaş, Allah onu başlı-başına bıraksa, həlak oldu. Deyir ki, o insanlar kimi. Kim özündən görürsə, Allah onu tərk edir, özünə bırakır. Görüm, hara kimi gedəcək Müslüman. Ona görə bu xeyirlər hamısı Allahın əlindədir, xeyir, bərəkət. Bunu da yalnız biz Allahdan istəyərək ala bilərik və hədisdə də keçir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah deyir, ondan istəməyəndə qəzəblənər. Yəni, sən Allahdan da deyil, kimdən istəyəcəksən, qardaşım? Və çoxlu dua etmək, Allaha yönəlmək lazımdır və biləsən, vallahi, nə qədər problem olursa olsun, necə ki, gəlir alimlərin dilində, deyir, qapını nə qədər çox döyərsənsə, o zaman qapı sənin üzvə açılar. Bir-iki dəfə döyməklə qapı açılmayacaq. Deməli, çox mütəmadi yalvararaq Allahdan istəmək lazımdır ki, Allah-u Teala sənə istədiyini versin. Vallahi, qardaşlar, bax, səmimi deyirəm. Elə bir yalvarışla, elə bir sınmaqla, qəlb sınıntısı ilə Allaha yaxınlaşarsan, Allahım, Allahım, ya Rabbim, ağlayaraq, yalvararaq deyərsən, vallahi Allah Teala verər. Bunu hər kəs öz həyatında təcrübədən keçirə bilər. Bir var belə normal halda, Allahım, ya Rabbim, ehtiyacım var. Bir də var, bunu sən haykıraraq, belə deyək, yalvararaq, göz yaşı tökərək, Allah qarşı özü sındıraraq bir üzə versən, bir qul olaraq, Allahın qulu olaraq, vallahi xeyir qapısı açılacaq, Allah icabət edəcək. Çünki Allah da bax, bu cür yalvarışları sevər, bu cür duanı sevər, bu cür formada sevər. Yalvararaq, istəyərək, ağlayaraq, sızlayaraq istə, Allah Teala sənə icabət edəcək. Həmsinin ayədə keçir, Allah Teala gör nə deyir, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım məni səndən soruşduqlarca mən onlara yaxınam. Ucibu da'vətə da'i izə da'an. Dua etdiyi zaman dua edənin duasına cavab verirəm. Həmçinin hədisdə keçir ki, 3 insan var ki, onların duası geri çevrilməz. Onlardan biri kimdir? Oruçdan iftar edənə qədər adil imam və məzlumun duası. Bu 3 duanı Allah geri çevirmir. Və biz də bugün, bax, əlhəmd oruç tutanlardan Allah müsəlman müvəffəq edir.
İftara qədər qardaş dua elə. Vaxt tapdın, asuda vaxt deyək ki, Quran oxudun, biraz yoruldun, duaya yönəl. Şərt deyil əllərini qaldırasan. Şərt deyil. Elə əllərini qaldırmadan da Allah həmd edərək, səna edərək, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirərək Allaha dua eləməyə başla. İnşallah cavab gələcək. Çünki oruclusan, açsan, ehtiyac əhlisən. Daim Allaha möhtacıq. Allah Taala cavab verəcək. Həmçinin digər hədisdə Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm, Ramazanda hər gündüzü və gecəsində Allahın cəhənnəm odunu azad etdiyi qulları vardır və onların hər birinin də müstəcəb duası var. Yəni Allah biz onlardan eləsən ki, cəhənnəm odundan qurtulanlardanıqsa, beləsən ki, sənin hər gün, bax, yəni Allahın hər gün azad etdiyi qulları var, Ramazan gündüzü və gecəsində cəhənnəm odundan qurtardığı. Onların da qurtuluşa çatanların müstəcəb duası var. Allah bizi onlardan eləsin. Ona görə fürsətdən istifadə edəcəksən, dua elə. Bəlkə də onlardan biri sənsən, qardaşım. Ha? Bəlkə sənsən, bəlkə mənəm. Dua edək ki, Allah cavab verəcək. Müstəcəb duadır. Allah inşallah icabət edəcək. Ona görə oruçdan Allah yalvararaq dua etməli, bu vaxtlardan istifadə etməlidir. Səcdəsində, təravih namazlarında, gecənin son 3-də birində, azan iqamə arasında dua etməyi qardaşım